5 yaşıma qədər atamı görmüşəm. O 5 yaşımda sanki bir 17 il, 20 il onu görmüşəm. Çünki onunla yaşayıram, onun ruhuyla yaşayıram, onu çox duyuram. Həmişə onu çox sevmişəm, onunla fəxr etmişəm, onunla qürur duymuşam. Hər zaman onun adı çəkiləndə o məsuliyyəti dərk etmişəm. Bəzən düşünürəm ki, o bir mələk olub. Gəlib, öz missiyasını həyata keçirib və gedib. Çünki o qədər gözəl söhbətlər edirlər ki, o qədər gözəl xatirələrdən danışırlar ki, və hərdən özümə sual verirəm ki, bir rəhbər şəxs olasan, bir şəhərin başçısı olasan və bu qədər yükü üzərinə götürəsən və istənilən anda, özünüz bilirsiniz, elə bir hallar baş verir ki, o hallarda insan emosiyasına bəzən hakim ola bilmir. Amma bu istənilən halda bu insan heç kimin xətrinə dəyməyib. Və mən ona görə ona bir mələk adı vermişəm. Özünüz bilirsiniz, elə Mikail da mələyimizin adıdır. Mərzili kəndində mənim xatırlayacağım bir fraqment var və o həyatıma həkk olundu, yaddaşıma həkk olundu. Belə deyək, göz yaddaşıma həkk olundu. Atamın dəfn günü, atamın nəşi gətirildi Mərzili kəndində babamın həyət evinə. Qardaşımın 4 yaşı var idi, mənim də 5 yaşım var idi. Xatırlayıram ki, bibim oğlu və xalam oğlunu bizim üzərimizdə nəzarətçi vermişdilər ki, biz həmin səhnəni görməyək. Daim mən atamı soruşurdum, onu da xatırlayıram. Çünki indi də dayım, əmim, bibilərim, xalalarım hər zaman danışırdı ki, sən çox ağlayırdın atan üçün və atanı istəyirdin. Amma ölümün də qəbullana bilmirdin. Yəni onu dilinə gətirə bilmirdin. Və hər zaman onlar mənə bildirirdi ki, atan iclasdadır, atan gələcək, başqa şəhərdədir, başqa ölkədədir. Hər dəfə məni aldadırdılar. Bax, bunu çox gözəl xatırlayıram. Hətta Müşfiq qardaşım soruşdu ki, bu nədir belə, hər kəs ağlayır. Dedim ki, bizi aldadıblar. Bizi aldadıblar, atam başqa şəhərdə, başqa ölkədə deyil. Və həmin günü xatırlayıram ki, mənim bibim oğlundan xalam oğlunun hönkürtü ilə ağlaması artıq o yaddaşıma həkk olundu. Hələ də onların mən simasını görəndə həmin günü xatırlayıram, həmin anı xatırlayıram və bibim orada çox çətin bir vəziyyətdə idi. Mənim böyük bibim, Allah rəhmət eləsin, o bu dünyada yoxdur. O bibimin üzünə çəkdiyi çapıq, yəni onun əli ilə üzünü yaralaması ömür boyu yaddaşımızda qaldı. Hər onun simasını gördükcə və bibimə baxdıqca atamı daha çox xatırlayırdım. Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah ali baş komandamızı qorusun, əskər zabitlərimizi qorusun. Biz onların sayəsində, baxın, bu torpaqlarda biz qürurla, fəxrlə addımlayırıq və hər saniyəmizi, hər dəqiqəmizi onlara borcluyuq. Yəni, bu məzarın başında mən bu yaxınlarda bir qohumlarımızla gəldik və dedim ki, çox xahiş edirəm, məni burada tək buraxın. Yəni, bu sanki 32 ildə deyil, ondan da çox bir ildir ki, onunla söhbət. Mən uşaq olanda da həmişə atamla söhbət etmişəm mən. Elə bilmişəm, o mənim yanımdadır. Onun ruhu ilə danışmışam ömür boyu. Hətta mən işə daxil olarkən müsabiqələrdən keçirik, imtahanlardan keçirik. Hər imtahanda daxil olanda elə bilmişəm o yanımdadır və demişəm ki, ata, ruhun kömək olsun mənə. Ruhun şad olsun. Mən sənin layiqincə yolunu davam etdirəcəm və bunun üçün çox çalışacağam. Əzmlə çalışacağam. Tapılanda da bu məzar, mən öz iş otağımdaydım. Mənə bildirməmişdilər ki, məzarı axtarmağa gedirlər. Və mənə bir zəng gəldi, bibim oğlundan bildirdi ki, rahat ola bilərsən, məzar artıq yerindədir. Yəni, məzar... Amma onlar mənə danışmamışlar ki, bu qədər vandalizmə məruz qalıb bu məzar. Onlar mənə sadəcə bildirlər ki, məzar yerindədir, rahat ola bilərsən. Mən həmin an Allaha o qədər dua etdim ki, Allaha o qədər şükür etdim ki, ən azından biləcəm ki, o indi artıq məni duyur, məni artıq eşidir. Bugün də hər gələndə o hissləri keçirirəm. Lap o Mərzili kəndinin içərisindən daxil olandan hər zaman ata şeiri dinləyirəm, ata muğamı dinləyirəm. Elə bilirəm ki, atamla gəlirəm, qarşılaşıram. Bu məhz Şuşada da baş verir, bu Mərzildə də baş verir. Şuşanın o dolama yollarına qalxanda hər dəfə sanki elə bilirəm ki, o da məndən qalxır o yolları. Bir gün, 2 gün Qarabağdan ayrılanda
Elə bilirəm ki, orada məni gözləyir. Mən tez qayıtmalıyam. Hər hansı bir işimlə bağlı şəhərdən çıxanda, Qarabağdan çıxanda, qaydanda artıq deyirəm ki, o məni orada gözləyir sanki. Və hər hansı biri işi görəndə onu çalışıram ki, mənfi nəticəsi olmasın. Mənfi nəticə olanda elə bilirəm ki, o məndən küsəcək. Küsəcək ki, sən Qarabağda bu işi görə bilmədin. Sən mənim qanım töküldüyü o torpaqda, canımı qoyduğum, çox sevdiyim o torpaqlarda bu işi görə bilmədin. Ona görə o mənə motivasiya verir. O mənə ruh verir ki, mən hər an, hər saniyə elə gözəl işlər görməliyəm ki, onun ruhu şad olsun. Elə bilirəm ki, onun üçün yaşadım, onun üçün də yaşayacağam. Nə qədər Allah ömür verirsə, onun adını qorumağa, onun adını saxlamağa, onun dostlarının, necə deyək, bəzən bizi gəlirlər görməyə, tanış olmağa. Nə lazımdırsa çalışıram ki, əgər kömək lazımdırsa kömək edim. Nəsə bir iş lazımdırsa ona kömək edim ki, onlar sadəcə onu desinlər ki, nə yaxşı ki, Gözəlov belə övladlar böyüdüb. Yəni həyatda hansısa bir işi görəndə ilk öncə onun adını düşünmüşəm. Bu başqa bir sevgidir, bu başqa bir duyğudur. Mikayıl Gözəlovun qızı olmaq, onun övladı olmaq çox böyük bir məsuliyyətdir. O məsuliyyəti dərk edirəm ki, onun qızısansa güclü olmalısan. Onun qızısansa vətənpərvər olmalısan. Onun qızısansa atanın yolunu davam etdirməlisən. Nə bacarırsansa. Əlbəttə, mən hərdən bildirirəm ki, mən onun kimi ola bilmərəm. Qardaşım onun kimi ola bilməz. O tamam başqa bir insan idi. Bugün də Allah canlarını sağ eləsin. Atamın dostları, atamla çalışan insanlar, onunla qonşu olan insanlar, hər biri yaxınlaşır, hər biri onunla bağlı xatirələrini danışır. Və mən sizi inandırım ki, mən atamı qismən tanıyırmışam. İşğaldan azad ondan sonra bu torpaqlarda görüşdüyüm insanlarla, tanış olduğum insanlarla atamı daha çox tanıdım. Və hər gün, hər saniyə o fəxr, qürur duyğusu hər saniyə artır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah bu dünyadan keçən hər kəsə rəhmət eləsin, qalanlara can sağlığı versin. Bu torpaqlarda, bu yurtda öz evimizi abadlaşdıraq, öz dünyamızı abadlaşdıraq və bütün dünyaya sübut edək ki, artıq sübut etmişik. Amma bir daha sübut edək ki, biz bu torpaqların sahibiyik. Atamın, yəqin ki, o fraqmentini izləmişsiniz. Atamın bir kabinetdə bir sözü var. Hər zaman mən onu dinləyirəm. Demək olar ki, hər həftə mən onu dinləyirəm. Onun bir sözü var. Biz bilməliyik ki, bu torpaqlar bizimdir. Biz buranın sahibiyik. İndi bugün ruhu şaddır. Bugün ruhu şaddır ki, o torpaqlarda indi balaları, övladları, həmvətənləri, öz yerliləri, nəvələri addımlayır. İnanırıq ki, məhz biz də, biz övladları da onun yolunu layiqincə davam etdirəcəyik və bunun üçün çox çalışırıq.